Yazmısınız tapşırığı. Bəli. Bəli. Tamam, gəlin başlayaq izahın onda. Deməli, 6.1-ci sualdan başlayaq. 6.1-ci sualda bizə yol göstərən söz skimmersdir. Skimmers kart məlumatlarını oğurlayanlara deyirlər. Deyir ki, skimmers are devices, cihazdır, hansı ki steal people's card information, insanların kart məlumatlarını oğurluyur. Yenə də əmin olmaq üçün gəlin buradan baxaq. Baxın yazılıb ki, criminals have been known to use devices called skimmers to steal people's card information. Olduğu kimi var. 6.1 onda olacaq true. 6.2'ye baxaq. The first ATM was not successful. Deyir ki, ilk ATM uğurlu olmamışdı. ATM bilirsinizsə nədir? Kapital bank falan var, gedib pul çıxardırıq, kartı qoyuruq, pul çıxardırıq. ATM odur. Deyir ki, ilk başlarda uğurlu değildi. And didn't catch on with the public və ictimaiyyət tərəfindən diqqət çəkməmişdi. Gəlin həmin hissəyə mətndə baxaq. Deməli, mətndə yazılmışdı ki, yazılıb ki, dispense cash outside of banking hours. Deməli, haradaydı bu? Yazılıb ki, the first ATM was located outside a branch of Barclays Bank. Barclays Bank'ın kənar bir budağında yerləşirdi. And an instant success. Instant nə deməkdir uşaqlar? Ani. Ani bir uğuruydu. Yəni uzun müddət çəkmir də, qısa müddət çəkir. Ani nədir? Başlayır, başlayan kimi də qurtarır. Onda deməli 6.2 nə olacaq? False olacaq. 6.2 olacaq false. Əslində false olmayacaq, true olacaq. Bunların yeri dəyişik düşüb ki, true olacaq da, çox da uğurlu değildi və ictimaiyyət tərəfindən diqqət çəkməmişdi. Ani uğuruydu da, 6.2 true'dur. Prosta burada yerləri dəyişik düşüb deyə çalışdım. ATM allowed people withdraw cash only during business hours. Uşaqlar, withdraw sözünün iki dənə mənası var. Withdraw həm təslim olmaqdır. Təslim olmaq, geri çəkilmək. Amma mətndə withdraw sözünün mənası fərqli işlənibdir. Mətndə withdraw sözünün mənası pul çıxarmaqdır. Amma yəni təslim olmaq mənası da var. Deyir ki, ATM insanlara icazə verirdi ki, ancaq biznes saatlarında pul çıxartsınlar. Gəlin həmin hissəyə mətndə baxaq. Mətndə amma yazılmışdı ki, ATM allowed people withdraw cash at any time of day. Any time of day nə deməkdir? Demişdik ki, any təsdiqdə işləndə hansı mənadadır? İstənilən mənasında. Günün istənilən saatında insanlar oradan pul çıxara bilərdilər. Amma burada yazılıb ki, ancaq biznes saatlarında. Onda 6.2 false. 4'e baxaq. People were initially very comfortable with the new technology. Deyir ki, ilk başlarda insanlar yeni texnologiya ilə bağlı çox rahat idilər. Initial sözünün mənası ilk başlarda deməkdir. İlkin vaxtlarda, ilk başlarda. Məncə keçmişdik, amma yenə də qeyd edeyim. Gəlin həmin hissəyə mətndə baxaq. Mətndə yazılmışdı ki, very of technology. Bir dənə o cümləni tapım. People were initially wary of new technology. Wary sözünün mənası uşaqlar narahat deməkdir, narahat. İlk başlarda yeni texnologiya ilə bağlı narahat idilər. Amma burada nə yazılıb? Comfortable, rahat idilər. Onda 6.4 olacaq false. Sonra baxaq 7-ci suala. 7-ci sualda bizdən soruşur ki, what was the main advantage of first ATM? İlk ATM-in ən böyük avantajı, ən əsas avantajı nə idi? Əslində bayaq qeyd eləmişdik. Gəlin yenə də baxaq. Avantajı oydu ki, the ATM allowed people insanlara icazə verirdi ki, withdraw cash at any time. İstənilən vaxtda pul çıxartsınlar. Hətta yazılıb ki, or night without having to visit a bank during business hours. Hətta biznes saatlarında bankları ziyarət etməyə heç bir ehtiyac yox idi. Deməli, avantajı nədir? İstənilən vaxtda pul çıxartmaq. Baxaq variantlara. It allows people withdraw cash at any time of day or night. Elə cavab bu olacaq. Günün və gecənin istənilən saatında pul çıxartmaq. 8-ci suala baxaq. Withdraw sözünün mətndəki mənasını soruşur bizdən. Mən sizə bayaq dedim ki, normalda withdraw sözünün mənası təslim olmaq deməkdir. Amma mətndəki mənası nədir? Mətndəki mənası elə qaralanmış hissədə odur ki, bankdan pul çıxartmaq və yaxud da ATM-dən pul çıxartmaq.
Mətndəki mənası pul çıxartmaqdır. Baxaq. A-da deyir ki, use or expect something carelessly. Bir şeyi diqqətsiz şəkildə istifadə eləmək. Xeyr. B-də yazılıb ki, take away, götürmək. From a particular place, xüsusi bir yerdən və yaxud da pozisiyadan götürmək. Elə ən uyğun variantımız bu olacaq. Yəni nə? Pulu ATM-dən çıxartmaq, götürmək. O birisi variantlara baxaq. Forbid something by law, bir şey deyil qanunla ləğv eləmək, qadağan eləmək və yaxud da digər hakimiyyət. Bu bənd sözüdür, bənd, qadağan etmək. Elə burada forbid özü də yazılıb. Put an end, the existence of something, bir şeyin mövcudluğuna son vermək. Əgər insan olsaydı, kill olardı, öldürmək olardı. Amma canlı bir şeydirsə, destroy olar, məhv eləmək olar. Y-də də deyir ki, increase the quality of something, bir şeyin keyfiyyətini artırmaq, yaxşılaşdırmaq. Improve olar bu da, inkişaf elətdirmək, yaxşılaşdırmaq. Düzgün cavab olacaq B variantı. Baxaq 9-cu suala. 9-da deyir ki, what is the overall impact of the world's first ATM? Dünyanın ilk ATM-inin ümumi təsiri nə idi? Ümumi təsiri nə idi? Gəlin baxaq. Mətnin ən sonunda qeyd olunmuşdu ki, it has made banking more convenient. Convenient rahat deməkdir. Bankı daha rahat eləmişdi. And accessible. Accessible da əlçatan deməkdir və əlçatan eləmişdi. For millions of people, milyonlarla insanlar üçün dünya üzərində. Deməli, təsiri nə olmuşdu? Bankı daha rahat və accessible eləmişdi. Elə A variantında həmin cümlə olduğu kimi verilib. Made banking more convenient and accessible for millions of people. Cavab olacaq A. 10-cu sualda deyir ki, mətndə hansı suala cavab yoxdur? Birinci suala baxaq. Birdə deyir ki, how long did it take to invent the world's first ATM? Dünyanın ilk ATM-ini ixtira eləmək nə qədər müddət aparmışdı? How long nəyə göstərirdi? Hərəkəti nə qədər müddət davam elədiyin. Birinci sualın cavabı yoxdur. Bizdən olmayanları soruşsa biri götürürük. İkiyə baxaq. Where was the first ATM located? Bu var idi. Yazılmış ki, outside branch of, it was located, haradaydı? The first ATM was located outside the branch of Barclays Bank. Deməli, 2-nin cavabı var, 2-ni götürmürəm. Çünki bizdən olmayanların soruşur. What have banks done to improve the security of their ATMs? Deyir ki, banklar ATM-lərin mühafizəsini inkişaf elətdirmək üçün neynəmişdilər? Bu var idi. Neynədikləri vardı? Kameralar falan yerləşdirmişdilər. Gəlin baxaq həmin hissəyə. Bircə dəqiqə üzr sayın. Bir dəqiqə gözləyin uşaqlar. Yerimi dəyişin. Okay. Deyir ki, banklar ATM-i inkişaf elətdirmək üçün neynəmişdi? Baxın, yazılıb ki, banks have responded by improving their security. Mühafizəni yaxşılaşdırmaq üçün inkişaf elətdirmişdi ölçünü. Həmçinin kameralar əlavə eləmişdi və anti-skimming technology. Deməli, 3-cü sualın cavabı var. Bizə olmayanlar lazımdır. Yazılıb ki, how did people initially react to the first ATM? İlk başlarda insanlar ilk ATM-ə necə reaksiya göstərmişdilər? Bunu bayaq göstərdik, gəlin bir də göstərək ki, people were initially wary of new technology. Yeni texnologiyadan narahat olmuşlar. 4-cü sualın da cavabı var. 5-də də deyir ki, how many credit cards are produced nowadays? Bu günlərdə nə qədər kredit kartı istehsal olunur? Bizə sayı verilməyib. Ona görə 5-ci sualın cavabı yoxdur. Düzgün cavabımız olacaq 1 ilə 5. Çünki bizdən olmayanlar istəyir. Mətn aydınsa, gəlin keçək qrammatik leksik sualların izahına. 11-ci sual bağlayıcı sözlə bağlı bir sualdır. Və biz də demişdik ki, bağlayıcı sözü tapmalıyıqsa, ya cümləyə sual verirdik, ya da ki, cümləni tam tərcümə eləməliyik. Gəlin baxaq. Yazılıb ki, the weather was very hot. Hava isti idi.
We didn't suffer from the heat. Biz istilikdən əziyyət çəkmirdik. Cümlə arasında ziddiyyət var. Ziddiyyət olanda biz nədən istifadə edirdik? Also-dan. Deyir ki, baxmayaraq ki, hava isti idi, biz istidən əziyyət çəkmədik. Onda qalacam mən I ilə C-nin arasında. Sonra deyir ki, we lived quite near the sea. Biz dəniz yaxınlığında yaşayırıq. Çünki biz dəniz yaxınlığında yaşayırıq. Çünki də nə olacaq? As. Onda cavab olacaq A variantı. Deyir ki, baxmayaraq ki, hava isti idi, biz istilikdən əziyyət çəkmədik. Çünki biz dəniz kənarında yaşayırıq. Biz də demişdik ki, as idi, since idi və because idi ki, o tərcüməsi çünki deməkdir. Because hər dəfə təkrar eləməmək üçün bu ikisindən də istifadə edə bilərik. Sonra baxırıq 12-ci suala. 12-ci sualda ayrıcı sualla bağlı bir sualdır. Və biz də demişdik ki, əgər nöqtələr qoyulub, vergül qoyulub, nöqtə qoyub cümlənin sonunda sual varsa, bu ayrıcı sualdır. Və biz ayrıcı sual tapmaq üçün cümlə müsbətsə mənfi cavab verməliyəm. Təsdiqdirsə inkar, inkardirsə təsdiqlə cavab verməliyəm. Birinci baxıram ki, cümləm təsdiqdədir. Deməli, nə ilə cavab verəcəm? İnkarla. Avtomatik C variantı getdi. Təsdiqi çıxdı. Sonra demişdik ki, cümlə hansı zamandadırsa, həmin zamanın köməkçi feilindən istifadə etməliyəm. Cümləm hansı zamandadır? Have var, V3 var. Have üstəgəl V3 hansı zamandır? Bitmiş zaman, düzdür. Bitmiş zaman da köməkçi feili nədir? Have'dir. Have olduğuna görə verəcəyin cavab have ilə olmalıdır. Cümləmin də müftədası some relativesdir, bəzi qohumlar. Bu da cəmdə olan canlı isimdir. Onda inkarda cavab verməliyəmsə, olacaq haven't mənim inkarım. Üçüncü şəxsin cəmini də əvəz eləyir they. Olacaq haven't they. Düzgün cavab olacaq B variantı. Sonra baxırıq 13-cü suala. Negativ sentence inkar cümləsinə bağlı bir sualdır. Biz bu qaydanı təzə keçmişik. Negatifin qaydası nə idi? Bir sadə cümlədə iki inkar olmaz. İnkar cümləsində both, to, as well, bu kimi bağlayıcılardan also, bunlardan istifadə edilməz. Sonra da başqa qaydalar var idi, gəlin ona baxaq. Məsələn, A variantında mənim gözümə ilk also görünür. Cümləm inkardadırsa, həmin cümlədə also istifadə olunmaz. Avtomatik A getdi. Sonra B variantında cümlənin sonundakı to mənim gözümə görünür. Bir cümlədə inkar cümlədə to işlənməz, getdi. Sonra G variantında to'nun altında no'nu gördüm mən. Bir sadə cümlədə iki inkar olmaz. Y variantı getdi. Neyzə də inkarlıq yaradır. Neyzə də inkarlıq yaradır. No da yaradır. Bu da getdi. Qaldım B ilə C-də. Sonra C-də yenə, daha doğrusu B-də notu görürəm. Neyzə olan cümlədə not işlənməz. B də getdi. Çıxdaşdan tapdıq ki, düzgün cavabımız C-dir. Neyzə də students nor the teacher was pleased with the results of the examination. Və biz də demişdik ki, neyzə norun xəbəri nə ilə uzlaşır? Nordan sonra gələn isimlə. Nordan sonra teacher gəldiyinə görə xəbərim təkid olub, was olub. Əgər teacher ilə student'in yeri dəyişik olsaydı, orada were olacaqdı. Çünki nordan sonraki isimlə uzlaşdırırıq. 14-də baxaq. 14-də mənim avtomatik gözümə by görünür, by. By nə deməkdir? Tərəfindən. Və bu da nəyin göstəricisidir? Məchul növün. Deməli, cümlə məchul növdə olmalıdır. Kim tərəfindən edilib filan şey. Məchul növü də necə düzəldirdik? Köməkçi feilin üstünə V3 gəlməklə. Və təsirli feil idi, düzdür? Zaten cümlədə hamısı sentdir, göndərmək. Təsirli olduğunda hardan bilirdik? Nəyi sualına cavab verirsə təsirli feil idi. İndi baxıram ki, cümlənin sonunda by var. Mən də deyirəm köməkçi feil üstəgəl D3 şəklində olmalıdır. Məsələn, B variantında did məchul növdə işlənməz. B variantı getdi. Çünki biz məchul növdə nədən istifadə edirik? To be'nin formalarından, was were-dən, am is-are-dan və s. B variantını ona görə çıxdım. Sonra A variantını görürəm ki, has var burada. Has isə bitmiş zamandır. Bitmiş zamanda da məchulu necə düzəldirdik? Have, has, had, üstəgəl been, üstəgəl V3 şəklində. Bəs yaxşı, həzim var. Bunun bini hanı? A getdi, binim yoxdur. C variantını çıxıram. Niyə? Çünki were cəmdədir, amma invitation təkdir. Invitation təkdirsə, were yox, was olmalıdır. C getdi. D variantım düzdür. Was the invitation sent? Bax, sual sözü who, köməkçi feil was,
Mübtədam invitation, sent də əsas fe'ilim. D düzdür. Y variantında ümumiyyətcə köməkçi fe'il yoxdur. Düzgün cavabımız olacaq D variantı. Sonra baxırıq 15-ci suala. 15-ci sualda hər iki nöqtələrin yerinə uyğun gələn sözü götürməliyik. Yəni, kəmiyyət bildirən sözü götürməliyik. Birinci burada of'u görürəm. Avtomatik qayda yadıma düşür ki, every of deyə bir şey yoxdur. Çünki bunu tez-tez təkrarlayırdıq. B variantım buna görə çıxıram. Sonra baxıram ki, nöqtələrdən sonra cəmlər gəlib. Cəm. Cəmlə işlənə bilməyən nədir? A little'dır. A little nə ilə işlənirdi? Sayıla bilməyən. İç nə ilə işlənirdi? İçdən sonra sayıla bilən tək gəlməlidir. Əgər of'u varsa cəm ola bilər. Axı birində of var, birində yoxdur. Deməli, içi hər ikisinə aid eləyə bilmərəm. B də getdi. A-da Azərs görürəm. Azərsdən sonra isim olmaz axı. A da getdi. Çünki hər iki burada nöqtələrdən sonra isim var. Buna aid eləyə bilmərəm. Sonra cavab avtomatik öz-özünə çıxdı ki, Y variantıdır. FU-dan sonra cəm isim gəlir. FU of-dan sonra da cəm isim gəlir. Düzgün cavab olacaq Y variantı. Sonra 16-ya baxırıq. Məntiqi baxımdan düzgün cavabı götürəcəyik. Deyir ki, you are the passenger in your friend's car. Sən dostunun maşınında sərnişinsən. He is driving very fast. Sürətli sürür. You are afraid of high speed. Yüksək sürətdən qorxursan. What can you say in this situation? Bu situasiyada nə deyə bilərsən? A-ya baxaq. Would you slow down please? Deyir, biraz yavaşlaya bilərsən. Elə cavab A olacaq. O birilərinə baxaq. Please be in a hurry and pick up speed. Deyir ki, tələs və sürəti yüksəlt. Əksini verib burada. B getdi. Why shouldn't you drive the car so slowly? Deyir ki, sən niyə maşını yavaş sürmürsən? Əslində bu da olar. Prosta ki, burada axı deyir ki, sən yüksək sürətdən qorxursan və o çox sürətli sürür. Sən burada biraz emosional cavab verməlisən. Buna görə C getdi. Çünki C variantı çox sakit şəkildə deyir. Deyir ki, how can you drive the car so slowly? Sən maşını deyir, necə belə yavaş sürürsən? Bu da əks fikirdir. Would you keep on driving so rapidly? Y-də də deyir ki, rapidly, fastly sözünün sinonimidir. Hər ikisi sürətli deməkdir. Deyir ki, sən belə sürətli sürməyə davam edə bilərsən. Y də getdi. Düzgün cavab olacaq A. 17-ci sualda bizdən antonimləri soruşur. Bayaq dedik ki, initial ilk deməkdir, final da son deməkdir. Bizdən nəyi soruşur? Düzgün antonimi. Biri götürürük. Simple sadədir. Bunu zaten aydın məsələdir. Complicated mürəkkəbdir. İkini götürürük. 3-ə baxaq. Fascinating, charming. Cəzbedici, şarımlı. Hər ikisi eyni mənaya gəlir. 3 sinonim. Bizdən antonim istəyir. Unemployed da işsizdir. Jobless da işsizdir. Bunlar da sinonimdir. Mənə antonim lazımdır. Hesitant uşaqlar tərəddüdlü deməkdir. Tərəddüdlü. Amma self-confident özgüvənli deməkdir. Bunlar da antonimdir. Cavab onda nə olacaq? 1, 2, 5. A variantı. Sonra baxaq 18-ə. 18-də bizdən make-up story-dir. Onda tərcüməsinə baxaq. Ən çox nə ilə başlayır? 1 ilə. Onda 1 ilə davam eləyək. A man spent his whole Sunday in front of the TV, sat watching football matches. Deyək ki, bir dənə kişi bütün bazar gününü televizorun qabağında futbola baxmaqla keçirir. 1. Birdən sonra 3 gəlir ya da 2 gəlir. 3'e baxaq. A little later he fell asleep in his armchair. Deyir ki, biraz keçəndən sonra o kreslosunda yatır qalır. 3 ilə davam eləsək o gəlir. 2 ilə davam eləsək. In the morning his wife saw that her husband was still asleep in his armchair. Deyir ki, səhər yoldaşı görür ki, əri hələ də kresloda yatıb qalıb. Okay, 1-3-2 şəklində geçsək sonra nə gəlir? The man woke up at once and asked 5 to 7 and who is leading? Deyək ki, kişi birdən ayağa qalxır və soruşur ki, 7-5 kim qabaqdadır, yəni kim öndədir? She went to wake him up and said that it was 5 to 7. Yox, bu uyğun gəlmədi. 1-3-2 şəklində gedə bilmirik. Sonra digər variantla davam eləsək, birdən sonra 2-ni qoysaq. Birdən sonra 2-ni qoyanda in the morning his wife saw that her husband was still asleep in his armchair. Kreslosunda yatıb qalıb. 1-2 şəklində geçsə, a little later he fell asleep in his armchair. Axı uyğun gəlmir. 1-2 şəklində geçsə, a little later he fell asleep in his armchair. Kreslosunda yatıb qalıb. 1-2 şəklində geçsə, a little later he fell asleep in his armchair. Axı uyğun gəlmir. 1-2 şəklində geçsə, a little later he fell asleep in his armchair. Axı uyğun gəlmir.
Onda 1-3-2 şəklində gedək. Məncə 5 ilə 4-ün yerini dəyişməliyik. She went to wake him up, said that it was 5 to 7. Okay, 5-dən sonra 4 gələcəksə cavab C variantı olacaq. Çünki bunlar uyğun gəlmədi. 19-a baxaq. 19-da ilk gördüyümüz while'dır. Biz demişdik ki, while'la V'nin qaydası eyni idi. Hər iki tərəfində də nə işlənirdi? Ya sadələr, ya da davam edici zamanlar. Keçmiş sadədirsə, ya da keçmiş davam edicidirsə, bu tərəfində də eynisi olmalıdır, eynisi. Və yaxud da indiki sadədirsə, və yaxud da indiki davam edicidirsə, bu tərəfi də eyni olmalıdır. Yəni hər iki tərəfi ya sadə olmalıdır, ya da davam edici. Ya da bir tərəfi sadə, bir tərəfi davam edici. Elə də olardı. İndi baxaq. Yazılıb ki, the hungry children waited impatiently. Ac uşaqlar deyir səbirsiz şəkildə gözləyirdilər while Dina was cooking. Burada uşaqlar nahar bişiriləndə olmalıdır, düzdür? Çünki nahar kimsə tərəfindən bişirilir. Nahar öz-özünə bişirmir ki, onu kimsə bişirir. Deməli, bu ikinci nöqtənin yerində nə olmalıdır? Məchul növ olmalıdır. Buna görə A variantı gedir. Yəqin ki, aramızda A-nı götürənlər var idi. A-nı buna görə çıxırsınız. B-yə baxaq. The hungry children were waiting. Ad uşaqlar gözləyirdilər. Nahar hazırlananda. Bax, was being cooked. Necə düzəlirdi keçmiş davam edicinin məchul növü? Was were gəlirdi, ondan sonra being gəlirdi, sonra V3 gəlirdi. Düzgün cavab B variantıdır. While olan cümlənin budağında have işlənməz, bitmiş zaman işlənməz. Bu getdi. B variantı da eyni şəkildə məchul olmadığına görə çıxırıq. Və while olan cümlədə gələcək zaman olmaz. Plus da ki, gələcək zaman keçmişdən uzlaşmaz. Düzgün cavab olacaq B variantı. 20-ci suala baxaq. Fidan has gone to Istanbul. Deyir ki, Fidan İstanbul'a getmişdir. She studied. O təhsil alır. İkinci tərəfə sual verəndə she studied. O təhsil alır. Deyirsən ki, harda? İstanbul'da. Onda deməli 20-ci sualda cavab nə olacaq? D variantı. Biz demişdik ki, əgər iki dənə cümlə bir-birinə bağlanıbsa, deməli bağlayıcı əvəzlikdən söhbət gedir. Bağlayıcı əvəzliyi də biz necə tapırdıq? İkinci cümləyə sual verməklə. Düzgün cavab olacaq V-yə. Z-forun tərcüməsi buna görə də deməkdir, buna görə də. Əs-sünəsin tərcüməsi dərhal kimi deməkdir. After-ni zaten bilirsiniz, sonra deməkdir. Unless də uşaqlar maddıqca, mədikcə deməkdir. Üstünə 2 yazıram. Yəni bu şəkilçidir, bağlayıcı deyil. Məsələn, deyirsən ki, sən gəlmədikcə, unless you come, I won't come, mən gəlməyəcəm. Düzgün cavab olacaq 20-də də D. Sınağın izahı bu qədərdir, uşaqlar. Sözlü sualınız qaldı buradan. Aydındır hamıya. Bəli. 11-ci sualda zətlə sonun fərqi nə oldu? 11-ci sualda nə ilə nəyin fərqi nə oldu? Zətlə əsin. Z ki deməkdir. Məsələn, deyirsən ki, o dedi ki, və ya o gəlməyəcək. Amma əs çünki deməkdir, Kənan. Tam fərqli şeylərdir, yəni. C yazmışdım mən. Sən yazdıq verəsək, deyirsən ki, baxmayaraq ki, hava isti idi, biz istidən əziyyət çəkmədik ki, biz dənizin yaxınlığında yaşayırıq. Axı uyğun gəlmir. Çünki dənizin yaxınlığında yaşayırıq. Aydın. Okey. Bir də sizə esse vermişdim, yazmısınız? Bəli. Bəli, müəllim. Nəcət Muhammed. Bir də Muhammed qoşulub, bayaq qoşulmayanlardan. Mən sizə esseni necə hazırladım. Azərbaycanca, ingiliscə alt-alta yazmışam ki, əllə yazanda çox vaxt gedir. Belə üstündə baxaq, rekordu dayandırandan sonra sizinkilərə də baxacağım. Bir də essenin izahını verim, ondan sonra sizdən sual cümlələrini keçəcəyik. Çünki sual cümlələrini keçməmişik. Sual cümlələrindən sonra sizin essələrinizə baxacaq, sonra da sözləri soruşarıq.
Gəlin baxaq görək essemizin adı neymiş. Mən öz yazdığımı sizə göstərəcəm. Sonra sizinkinə baxarıq. Deyir ki, nowadays, bu günlərdə many people prefer to use online shopping. İnsanların əksəriyyəti online shoppingdən istifadə edir instead of. Instead of uşaqlar əvəzinə deməkdir. Nəyinsə əvəzinə. Məsələn, deyirsən ki, mən deyirəm ki, bugün Vüqar müəllimin əvəzinə mən dərs keçdim. Instead of Vüqar teacher. Çünki onun bugün dərsi idi axı sizə. O deməkdir instead of. Visiting traditional shops. Ənənəvi mağazalara getmək əvəzinə online shoppingə üstünlük verirlər. Bunun üstün və qeyri-üstün cəhətləri hansılardır? Online shoppingin üstün və qeyri-üstün cəhətləri. Mən də sizə demişdim ki, əgər esseniz advantage, disadvantagedirsə, bodylərin birində, body 1-də müsbət danışmısınızsa, body 2-də bunun mənfisini danışmalısınız. Çünki konkret şəkildə essenin adında soruşur ki, advantage və disadvantage nədir? Üstünlüyü və qeyri-üstünlüyü nədir? Deməli, hər iki cəhətini deməlisiniz. Həm müsbətin, həm mənfisiz. Gəlin baxaq. Introduction-da biz nə edirdik? Əgər bacarırdıqsa, bir dənə hook sentence verirdik. Hook sentence-də nə idi? İzləyicilərin diqqətini, oxucuların diqqətini çəkmək üçün qarmaq cümləsi. Hookdan sonra parafraz eləyirdik essenin adını. Parafrazdan sonra your opinion idi, sənin fikrin idi. Sənin fikrindən sonra da nəyi verirdik? Thesis statementi. Yəni, verilən essedə nədən danışacağam? Hansı fikirlər danışacağam? Gəlin baxaq. Bax, birinci mən hook sentence vermişəm ki, nowadays, bu günlərdə, online shopping has become a popular way. Daha doğrusu məşhur yollardan biridir. Nəyin? Buying different products. Müxtəlif produktları almaq üçün online shopping məşhur üsullardan birinə çevrilmişdir. Sonra başlayıram cümləmi paraphrase eləməyə. Essemin adı nə idi? Many people prefer use online shopping instead of visiting traditional shops. Əslində mən çox da paraphrase eləməmişəm, amma səbəblərimi vermişəm ki, many people prefer shopping online instead of visiting traditional shops. İnsanların əksəriyyəti onlayna üstünlük verir ənənəvi mağazalardan. Niyə? Çünki it is convenient, rahatdır. Bu birinci səbəbimdir. And saves time. Bu birinci səbəbimdir, yəni müsbət səbəbimdir. Həm rahatdır, həm də vaxta qənaət eləyir. Baxmayaraq ki, buna baxmayaraq, however, online shopping has both advantage and disadvantage. Həm müsbət cəhətləri var, həm də mənfi cəhətləri var. Amma mən yenə də essemdə göstərdim ki, online shoppingin mən daha çox nəyindən yanayam? Avantajlarından yanayam. Görürsünüz, introduction'da götürüb onun mənfisini yazmamışam. Prosta qeyd eləmişəm ki, disadvantage də var, dezavantaj da var. Sonra gəlirdik, body 1-də nədən danışırdıq? Verdiyimiz səbəbin birinci səbəbimizi danışırdıq. Biz birinci səbəb olaraq nəyi verdik? Convenient and saves time. Rahat və vaxta qənaətindən, düzdür? İndi gəlirik birinci yazırıq ki, one of the main advantages of online shopping is convenience. Nə idi onun? Rahatlığıdır. Səbəbimi qeyd elədim ki, əsas avantajlarından, üstünlüklərindən biri rahatlıqdır. Sonra bu rahatlığı açıram ki, rahatlıq necə rahatlıqdır? People can buy products from home without going to a shop. Deyirəm ki, insanlar mağazaya getmədən, without going to a shop, mağazaya getmədən produktları, məhsulları ala bilərlər. Sonra da açıqlayırıq da səbəbimizi ki, they can shop at any time of the day. Günün istənilən vaxtı shopping eləyə bilərlər. Çünki gecə saat 3-də də girsən, sən online bir şey zakaz eləyə bilərsən. Which is especially useful for people. Hansı ki, deyir insanlar üçün yararlıdır. Hansı insanlar üçün? Who have busy schedules. Məşğul cədvəli olan insanlar üçün, yəni iş adamları ola bilər ki, vaxtı yoxdur mağazaya getməyə. Ona görə hər şey online alır. Bu oldu bizim üstünlüyümüz. Another advantage is that online stores usually offer wide range of products. Deyirəm ki, digər üstünlük də online mağazaların geniş çeşiddə məhsul təklif eləməyidir də. Çünki sən bir mağazaya girsən, online shoppingdəki kimi bir məhsulun onlarla, minlərlə çeşidini tapa bilməzsən. Amma online axtarışa verən kimi çıxır. Bu da online'ın digər bir üstünlüyü oldu. Bax, yazılıb ki, customers can compare different products and prices. Müştərilər compare nə deməkdir? Müqayisə edə bilərlər. Nəyi? Müxtəlif məhsulları və onların qiymətlərini.
before making a decision. Qərar verməzdən əvvəl müxtəlif məhsulları və onların ə, ödənişlərini müqayisə edə bilərlər. In addition, əlavə olaraq da və bağlayıcı sözdür. Bunlardan istifadə edin. Əlavə olaraq da online shopping help people find cheaper products, daha ucuz məhsul tapmağa kömək eləyir. And special discounts, discount uşaqlar endirim deməkdir. Və özəl endirimlərdən yararlanmağa kömək eləyir. Bu oldu mənim body birim, yəni bu oldu mənim müsbət cəhətlərim. Amma mən bayaq essenin əvvəlində qeyd elədim ki, həmçində dezavantajları var. Gəlirəm body 2-də bir dənə şablon söz yazıram. On the other hand, digər tərəfdən, online shopping also has some disadvantages, həm də üstün olmayan cəhətləri var. Sonra bax bu da şablon sözdür. Birincisi, customers cannot see or try the products before buying them. Mənfi cəhəti nə ola bilər ki, insanlar bunu yoxlamadan alırlar da. Məsələn, öz razmeri vursan, amma gələndə görsən ki, əyni və böyük olur. Bu mənfi cəhətdir. Deyir ki, müştərilər məhsulu görə bilmirlər, həm də neyə bilmirlər, yoxlaya bilmirlər almamışdan əvvəl. Bax, deyir ki, məsələn, for example, demişdik ki, bodylərdə nə verməliyik? Bir dənə misal çəkməliyik ki, for example, əvəzinə uşaqlar for instance da yaza bilərsiniz. Tutaq ki, bodynin birincisində example yazmışsan, o birinə gətir instance yaz. Clothes may look different in real life or may not fit well. Deyir ki, paltarlar real həyatda müxtəlif cür görünə bilərlər. Həm də ki, əyni və yaxşı otura bilməyənlər. Another problem is, digər problem nədir? Delivery. Delivery nə deməkdir uşaqlar? Çatdırılma. Digər problemimiz də deyir çatdırılmadır. Buradan yazaq. Onsuz altda tərcüməsini vermişəm yenə də. Yazılıb ki, sometimes, bəzən, products may arrive late, məhsullar geç çata bilər, or may be damaged during transportation və yaxud da daşınma zamanı məhsullar zədə görə bilərlər. Sonra da deyir ki, moreover. Moreover da bağlayıcı söz uşaqlar. Moreover, bax, burada tərcüməsi yazılıb ki, bundan əlavə deməkdir. Moreover, there is a risk of online fraud. Həmçinin də deyir, fraud nə deməkdir uşaqlar? Fırıldaqçılıq deməkdir. Fırıldaqçılıq. Deyir ki, bundan əlavə də online fırıldaqçılıq riski var ki, customers may receive poor quality products from unreliable sellers. Müştərilər, unreliable sellers nə deməkdir? Etibarsız satıcılardan keyfiyyətsiz məhsullar ala bilərlər. Poor quality də keyfiyyətsiz deməkdir. Bu da oldu online shoppingin digər bir mənfisi. Mənfiləri olaraq nə verdik? İnsanlar məhsulu görə bilmirlər, yoxlaya bilmirlər, çatdırılmasında problem yarana bilir və yaxud da online fırıldaqçılıq ola bilir. Görürsünüz, bir dənə bodydə neçə dənə dezavantaj saydıq. Bu da oldu bizim ikinci bodymiz. Demişdik, conclusion'da nə edir uşaqlar? Girişin, əsas hissələrin ümumiləşdirməsini veririk ki, mən bu səbəblərə görə pozitiv tərəflərini saydım, plan səbəblərə görə negativ tərəflərini saydım. İndi ümumiləşdirək. Yazıram ki, in conclusion, nəticədə, in conclusion əvəzinə demişdik ki, in the end də yaza bilərik. Daha doğrusu, in the end yox, at the end. At the end də yaza bilərik. Sonra, finally də yaza bilərsiniz, nəticədə. Əslində, mən bu sözləri istatmışam. Nəsə, oradan istifadə edə bilərsiniz. Online shopping has both positive and negative side. Həm pozitiv, həm də negativ tərəfləri var. Bayaqdan essedə avantaj, dezavantaj olaraq yazırıq. İndi də positive and negative sides. Bunun əvəzinə bəzən pros and cons da yazırlar. Pros müsbət cəhətlər, cons mənfi cəhətlər. Belə də qeyd edə bilərsiniz. Bax, yazılıb ki, also it is convenient, baxmayaraq ki, rahatdır. Saves time, vaxta qənaət eləyir. And provides many choices, çoxlu seçimlərlə təmin edir. Problems, problemlər, such as delivery delays, çatdırılmada gecikmələr, product quality, məhsulun keyfiyyəti, online fraud, online fırıldaqçılıq can make it risky, onu riskli eləyir. Bu da oldu mənfilərim. Yazılıb ki, therefore, buna görə də people should choose reliable websites and shop carefully. Buna görə də insanlar, bayaq dedik unreliable etibarsızdır, reliable da olacaq etibarlı. Buna görə də insanlar etibarlı website seçməlidirlər və diqqətli şəkildə alış-veriş etməlidirlər. Bu da oldu bizim nəticə hissəmiz. Etsə də sizə aydındır uşaqlar. Belə izah edəndə məncə daha aydın olur. Azərbaycan, İngilis alt üst olanda daha rahat olur.
Bəli, aydındır. Yuxarı aşağı belə yazmışdınız, yoxsa çox fərqlənir sizdə? Səhv yazmışdım mən deyəsən. Səhv yazmısan. Eybi yox, ilk dəfədir də avantaj, dezavantaj hissəsi yazırıq, düzəldərsən. Bu hazır formasını da sizə atarım. Buradan da yararlanarsınız, istifadə edərsiniz. Gəlin bir 15 dəqiqəlik də sual cümləsinin izahına baxaq. Onsuz da biraz bilirsiniz. Çünki qrammatikanın çoxunu quizin üstündə keçmişik. Sonra keçək sizin ev tapşırıqlarınızı. Baxaq sual cümlələrinə. Sizlə deyəsən, səhv eləmirəmsə, 3 dənə dərsimiz qalıb. Birində sual cümləsi keçirik, yəni bugün. Sonra complete keçərik, cümlənin tamamlanmasını. O birinə də ən axırıncı dərsimizdə ümumi keçdiyimiz bütün dərslərin yekununu verərik. Demək olar ki, bütün proqramı qurtardıq sizlə. Araya esseni də saldıq. Qəbula vacib olan qaydaların hamısını da keçmişik. Bir dənə sual cümləsindən complete qalıb. Başqa keçəcəyimiz bir şey yoxdur. Elə ki, ingilis dilinin kursda təkrar edəcəksiniz. Baxaq sual cümlələrinə. Sual cümlələri uşaqlar ingilis dilində adı interrogative sentence kimi keçir. Sual cümlələri yəni. Sual cümlələri ingilis dilində 2 yerə bölünür. Biri var mübtəda ilə mübtədanın təyininə verilən sual. Biri də var digər cümlə üzvlərinə verilən sual. Mübtəda ilə mübtədanın təyini niyə ayrılırlar? Ona indi baxacağıq. Deməli, mübtəda ilə mübtədanın təyininə sual verəndə onları niyə ayrılırlar? Çünki mübtəda ilə mübtədanın təyininə sual verəndə köməkçi feillərdən istifadə olunmur. Biz köməkçi feilin nə demək olduğunu bilirik. Köməkçi feillər hansılardır? Am, is, are, diddir, do, doesdır, was, were'dir, have'dir, has'dir, been'dir. Yəni, siz mübtədaya sual verəndə orada köməkçi feil deyilən şeyi görməyəcəksiniz. Və mübtədaya sual verəndə də xəbəriniz həmişə təkdə olacaq. İstəyir oradakı xəbəriniz cəm olsun, istəyir uşaqlar, insanlar, population, əhali nədən danışsın. Əgər mübtədaya sual verirsənsə, xəbər həmişə təkdə olacaq. Və mübtədaya da sual verəndə canlıdırsa who ilə, cansızsa what-la sual verəcəksiniz. Təyinli suallarda fərqli-fərqlidir, ona baxacağıq. Bax, məsələn, we have already eaten dinner together family. Biz deyil bir yerdə ailə ilə nahar yeməyini yemişik. Cümləmin mübtədası nədir? We-dir. Köməkçi feilim nədir? Have-dir. Biz yemişik deyirsə canlı bir isimlə söhbət gedir. Nə ilə sual verəcəm? Who ilə sual verəcəm. Cümlədə köməkçi feil kimi have keçir. Biz axı bayaq qeyd elədik, mübtədaya sual verəndə xəbərim təkdə olmalıdır. Deməli, have çevrilib nə olacaq? Has olacaq. Baxmayaraq ki, söhbət bizdən gedir. Mübtədaya sual verəndə feilimiz çevrilib olacaq, tək, has olacaq. Və yaxud da floods destroy many buildings every year. Daşqınlar deyir, hər il çoxlu tikililəri dağıdır, məhv edir. Baxıram ki, cümləmin mübtədası flooddır da, daşqınlar məhv edir. Nəyi? Many buildings, tikililəri. Daşqınlar cəmdədir, amma cansız isimdir. Cansız isim olduğuna görə what-la sual verəcəksiniz. What-la sual verəcəksiniz, amma köməkçi feildən falan istifadə etməyəcəksiniz. Feilimiz təkdədirsə çevirib eləyəcəksiniz, nə? Daha doğrusu cəmdədirsə çevirib eləyəcəyinə tək feil. Cümləmiz indiki sadə zamandadır. Feil də destroydur. Biz də 3-cü şəxsin təkində feilin ardına nə artırıq? Bir dənə s artırırıq, olur tək. Və yaxud da these boys are doing best to win. Burada mübtədanın təyininə sual versən. Bu oğlanlar. Oğlanlar cümlənin mübtədasıdır. This mübtədanın təyinidir. Sual verəndə nə deyirsən? Hansı oğlanlar? Which boys olacaq, düzdür? Which boys are doing best to win? Olacaq bu şəkildə. Sonra baxırsan ki, they were invited to the party. Onlar partiyə dəvətlidirlər. Mübtədam nədir? They'dir. Deyəcəksin ki, partiyə kim dəvətlidir? Onlar. Onda onlar olsa belə, who ilə sual verəndə were nəyə çevriləcək? Çevrilib olacaq was. Çünki biz dedik ki, xəbər həmişə mübtədaya sual verəndə təkdə olur. Sonra baxaq, deyək ki, əgər isimlə işlənən sual sözlərinə sual verilərsə, isimlə işlənən deyəndə mübtədanın təyinindən sual gedir ki, deyək ki, xəbər həmin isimdən asılı olur. Gəlin baxaq, isimlə işlənən nədir? Bax, burada yazılıb ki, most people. Most isimlə işlənən sözdür. Pupil'ın əvvəlində gəlib, yəni pupil'ın təyinicisidir. Onda verəcəyimiz sual həmin isimdən asılı olacaq. İsimim cəmdədir, düzdür?
onda deməli verəcəyim sualın xəbəri də cəmdə olacaq. Deyirsən ki, əksər insanlar. Sual verəndə deyirsən ki, hansı insanlar? Which people are criticized? Xəbərimiz olduğu kimi qalacaq. Çünki uca burada siz mübtədaya sual vermirsiniz ha. Mübtədanın təyininə sual verirsiniz. Bax və yaxud da Kate's brother, Kate'in qardaşı tries to help all the poor. Kasıblara kömək eləməyə çalışır. Kate'in altından xətt çəkib. Kate'in. Deyəcəksən ki, kimin qardaşı? Whose brother tries to help. Kimin qardaşı deyir, çalışır kasıblara kömək eləməyə. Və yaxud da burada altından xətt çəkilməyib, a lot of-un altından xətt çəkilməlidir. A lot of money was spent on company. Biz bilirik ki, money sayıla bilməyən isimdir. Deyəcəksən ki, nə qədər pul, nə qədərlə sual verəndə onda necə olacaq? How much money was spent on company olduğu kimi. Ümumiyyətcə yadınızda saxlayın ki, sual cümləsində ardıcıllıq necə olacaq? Sual sözü, sonra gələcək köməkçi feil, sonra gələcək mübtəda, ondan sonra gələcək əsas feil. Amma bu mübtədaya verilən suala aid deyil. Bu digər cümlə üzvlərinə verilən suala aiddir. Çünki dedik axı mübtədaya verilən sualda köməkçi feil olmur. Plus da bax burada mübtədanın özü də var axı. Mübtədanın özünə sual verirsənsə, həmin cümlədə necə mübtəda ola bilər? Ola bilməz. Və yadınızda saxlayın ki, elə onu dedim yadıma düşdü. Hansı cümlə üzvünə sual verirsinizsə, sual cümləsində həmin sözdən söhbət gedə bilməz. O yox olacaq, məchul olacaq. Çünki siz ona sual verirsiniz. İndi baxaq digər cümlə üzvlərinin sualının söz sırasına. Digər cümlə üzvləri yerdə nə qaldı? Tamamlıqdır, yer zərfidir, zaman zərfidir. Bunlara sual veririk, düzdür? İndi bax elə burada yazılıb ki, mübtədadan başqa digər cümlə üzvlərinin söz sırası, sual sözü, köməkçi feil, mübtəda əsas feil şəklində olacaq. Birinci başlayır where-dən. Where hara deməkdir? Hara. Yer zərfinə verilən sualdır. Hara, harda suallarına cavab verir. Məsələn, deyir ki, they wanted to go to another country. Onlar digər ölkəyə getmək istəyirlər. Burada mənim yer zərfim nədir? Deyirsən ki, onlar hara getmək istəyirlər? Birinci baxıram ki, cümləm keçmiş sadə zamandadır. Keçmiş sadəyə mən nə ilə sual verirəm? Didlə, düzdür? Birinci qoyuram sual sözümü. Oldu where. Köməkçi feilim did, mübtədam nədir they, idisi düşüb olacaq want. Where did they want to go? Sonra baxırıq ki, I hear many children playing in the yard. In the yardda sual verirsən. Deyir ki, mən həyətdə çoxlu uşaqların oynadığını eşidirəm. Deyəcəksən ki, uşaqların harda oynadığını eşidirsən. Birinci baxırıq ki, cümləm hansı zamandadır? İndiki sadə zamandadır, düzdür? Deyəcəksən ki, sən uşaqların harda oynadığını eşidirsən. Veya olacaq sual sözüm, do olacaq köməkçi feilim. Ay həmişə ingilis dilində çevrilir olur you, mübtədam, hear də mənim əsas feilim. Veya do you hear many children playing. Yerdə qalan cümlənin söz sırası olduğu kimi qalır. Sonra baxırıq when-lə what time-a. When-lə what time hər ikisi nə vaxt deməkdir? Biz əslində bunların fərqini vermişdik ki, when-lə istənilən zaman sözlərinə sual verə bilirik. Yəni, təxmini zaman da ola bilər. Amma what time dəqiq zamanlara verilən sual idi. Və biz qeyd olaraq əslində yazmışdıq ki, when-dən what time-dan sonra bitmiş zaman gəlməz. Bitmiş zaman gəlməz deyəndə, yəni nə gəlməz? Have, has, had. Üstə gəlsin V3 gəlməz. When, what time olan cümlədə belə şeylərdən söz gedə bilməz. Baxaq, deyək ki, we will see all the people tomorrow. Biz bütün insanları sabah görəcəyik. Mənim zaman sözüm tomorrow'dur. İndi deyirsən ki, biz bütün insanları nə vaxt görəcəyik? Tomorrow mu oldu məchul? Sual sözüm when, köməkçi feilim will, we mübtədam, C-də əsas feilim. Sonra at 8 o'clock-a sual verirəm, saat 8-də. Buna siz what time-la da sual verə bilərsiniz. Bax, görürsünüz dəqiq zamandır, saat 8. Olacaq when ya da what time. Cümləm hansı zamandadır? İndiki sadə. Köməkçi feilim nə olacaq? Does. Çünki train təkdədir. When does the train arrive in Zaqatala? Yox. Qalan cümlə olduğu kimi qalır. Sonra how long ago-ya baxırıq. Nə qədər müddət əvvəl. How long ago-ya siz həmişə ago ilə işlənən zaman zərflərinə sual verəcəksiniz. Və biz də demişdik ki, əgər cümlədə ago varsa, deməli həmin cümlən hansı zamandadır? Keçmiş sadə zamanda. Keçmiş sadə zamana da nə ilə sual veririk? Didlə sual veririk. Deməli, ago ilə ancaq nəyə sual verəcəyik? Keçmiş sadə zamana. Köməkçi feilim nə olacaq? Did olacaq. Həmişə belədir.
Bax, yazılıb ki, we left this old village 2 weeks ago. 2 həftə əvvəl bu köhnə şəhəri tərk elədik, kəndi tərk elədik. Olacaq how long ago, nə qədər müddət əvvəl, köməkçi feilim did, mübtədam we, left də çevrilib oldu leave. Soruşa bilərsiniz ki, bunu when-lə sual verə bilərikmi? Verə bilərsiniz. Yəni istəsəz verə bilərsiniz. Amma sırf how long ago ilə sual versəz daha məntiqlidir. Nə qədər müddət əvvəl, çünki cümlənin sonunda ago var. Yazılıb ki, when, bax, bayaq dedim. When, how long ago-nu həmişə əvəz eləyə bilər. Və yaxud da, they heard this bad news of me 2 months ago. Cümləmin zaman zərfi 2 months ago-dur. Ya how long ago ilə sual verəcəksiniz, ya da when ilə sual verəcəksiniz. How long ago və yaxud da when, köməkçi feilimiz həmişə did olur. Mübtədam they, əsas feilim də here. When did they here. Sonra yazılıb ki, today və this plus zaman bildirən sözlər, nowadays, recently, lately, already, yet, just. Bunlar mənə göstərir ki, bunlar bitmiş zamanın göstəriciləridir, bitmiş zaman. Əslində bu qaydanı bir dəfə demişdim, bilmirəm yadınızdadır yoxsa yox. Bitmiş zamanın göstəricisidir və when-lə sual verilir. Axı biz bayaq qeyd elədik ki, when olan cümlədə bitmiş zaman olmaz. Bəs mən zaman zərfinə necə sual verim? Bunlara nə ilə sual verim? Yetə, just-a, already-yə. When olan cümlədə bitmiş olmazsa, when-dən sonra bitmiş zamanın əvəzinə keçmiş sadə zamandan istifadə edəcəksiniz. Yəni nə ilə sual verəsiniz? Did-lə. Məsələn, bax, they have passed an exam recently. Cümləmin zaman zərfi recently-dir. Cümləm də have üstəgəl be şəklindədir, bitmiş zamandadır. Amma when-lə sual verəndə mən burada have yaza bilmərəm. Have olmazsa, nədən istifadə edirik? Did-dən. Elə ki, keçmiş sadə zamana sual versən. When did they pass an exam? Oldu, bitmiş zaman. Və yaxud da, John has already arrived in London. Bax, has üstəgəl be şəklindədir, already-yə sual verirəm. Onda deməli, bitmiş zaman çevrilib nə olacaq? Did olacaq. İndi bir dənə də cümlə yazıram ki, məsələn, the project, tutaq ki, have yox, project təkdədir, çaşdım. The project has been completed recently. İndi sizə deyirəm ki, recently-yə sual verin. Amma cümləm məhsul növdədir. Bəs yaxşı, when-lə sual verəndə və cümləm məhsul növdədirsə, onda did çevrilib nə olacaq? Onda did çevrilib olacaq was were. Əgər məhsul növə sual veririksə, məhsuldadırsa. İndi deməli necə olacaq? When was the project completed? Bu da oldu məhsulun sualı. Bu qayda hamıya aydındır. Bəli. Bitmiş olanda didlə, məhsul olanda was were-lə. Okeydir, Muhammed, Kənan. Bəli, müəllim. Tamam. Gəlin onda davam edelim. Bəli, Dalınca da gəlir, okey. How often? How often nə qədər tezliklə, nə qədər tez-tez, təkrarlanan hərəkətin zaman zərfinə verilir. Əslində biz bunu bəlkə də 50 dəfə demişik. Tutaq ki, bu cümləni desəm yadımıza düşəcək. Tutaq ki, deyirəm ki, mən həftədə 2 dəfə ingilis dili dərsinə qoşuluram. Twice a week, həftədə 2 dəfə. Bu tezliyə verilən sualdır. Əgər həftədə 2 dəfəyə sual verirsə, olacaq how often. Və yaxud ildə 2 dəfə, ildə 3 dəfə. Bunlara how often-dan sual veririk. Baxaq. Sometimes da olar orada. Bax, yazılıb ki, John sometimes visits her friends. Bəzən adətən dostlarını ziyarət eləyir. Deyirsən ki, nə qədər tezliklə ziyarət eləyir? How often oldu mənim sual sözüm. Baxıram ki, cümlə hansı zamandadır? İndiki sadədə. How often does John visit? Esi düşdü. Sonra bax, bayaq dediyim twice a week. Həftədə 2 dəfə. How often oldu sual sözüm. Does oldu köməkçi feil. Mike mübtədam. Go-dakı əsas feilim. How often does Mike go to work? Burada uşaqlar olar usually da olar. Adətən də olar. Often da olar. Tez-tez də olar. Often-un sinonimi frequently də olar. Yəni how often-dan bunlara da sual verə bilərsiniz. Yetər ki, tezlik bildirsin. By what time? Nə vaxta qədər deməkdir. By what time aydın məsələdir ki, by plus zaman zərflərinə verilən sual olacaq. By nə deməkdir? Məsələn, tutaq ki, deyirəm ki, avqustun axırı. By the end of August. Onda nə ilə sual verəcəksiniz? By what time-la?
Və biz də demişdik ki, by time'dan sonra, by üstəgəl zaman zərfindən sonra ya gələcək bitmiş gəlirdi, ya da keçmiş bitmiş. Baxaq. Yazılıb ki, bax, we will have completed. Will have completed. Hansı zamanın göstəricisidir? Gələcək bitmişin. By the end of the month. Ayın sonuna qədər missiyanı tamamlamış olacağıq. İndi by the end of the month-a sual verirəm. Deyirəm ki, by what time? Nə vaxta qədər? Köməkçi feilim will. Demişdik ki, will ilə have bir-birindən ayrılır. Çünki cümlədə, sual cümləsində, yadınızda saxlayın ki, sual cümləsində köməkçi feillə əsas feil heç vaxt yan-yana gələ bilməz sual cümləsində. Ona görə də will ilə have completed bir-birindən ayrılır, aralarına mübtəda gelir. By what time will we have completed the mission? Və yaxud da keçmiş bitmişinə baxaq. Her daughter has just got used to new home by yesterday. By yesterday'e sual verirəm. Görürəm ki, cümləm keçmiş zamandadır. O dəqiqə qoyuram by what time-ı. Köməkçi feilim nədir? Had. Her daughter cümlənin mübtədasıdır. Got used-dakı əsas feilidir. Got used to new home. Bu da oldu sual forması. Sonra uşaqlar since when var. Since when nə vaxtdan bəri deməkdir. Since-lə işlənən cümlənin zaman zərfinə veriləcək. Biz bilirik ki, aydın məsələdə since-in tərcüməsi nədir? Bəri. O çünki mənası da var, o heç. Burada hələ ki, bəri mənasında baxırıq. Məsələn, baxaq. We have known each other. Biz bir-birimizi tanıyırıq 1998-ci ildən bəri. İndi sual verirəm ki, since when, sual sözüm. Have köməkçi feilim, we mübtədam, known-dakı əsas feilim. Since when have we known each other? Bilək ki, uşaqlar, tələbələr ən çox nəyi qarışdırır? Deyirlər ki, when olan cümlədə bitmiş olmazsa, since when olan cümlədə bitmiş olmaz. Since when olan cümlədə bitmiş olar. Buradan yazıram, yadınızda qalsın ki, since when plus bitmiş zaman olar. Amma when ilə what time olan cümlədə bitmiş zaman olmaz. Və yaxud da they have received my invitation since yesterday. Since yesterday'e sual verirəm. Deyirsən ki, since when have olacaq cümləmin köməkçi feili, they mübtədam, receive-dəki əsas feilim. Bu da oldu since when. Sonra baxaq how long-a. How long nə qədər? Hərəkətin nə qədər müddət davam elədiyinə verilən sualdır. Məsələn, deyirsən ki, mən 2 aydır ingilis dili məntiq dərslərinə qoşuluram. Buna how long-la sual verəcəksən. 2 aydır. For 2 months. Baxaq. Yazılıb ki, they have been helping each other for years. Onlar illərdir ki, bir-birlərinə kömək edirlər. For üstəgəl zaman bildirən sözlərə how long-la sual verirsiniz. Yadınızda saxlayın. Olacaq how long, cümləmin köməkçi feili have, they mübtədam, been helping də əsas feili. How long have they been helping? For years də, since 1998-də bunların ikisinə də how long-la sual verə bilərsiniz. Sonra yazılıb ki, how long-la sadə zamanlara da sual verir. Əslində bunu bilməsəz də olar. Məsələn, deyir ki, how long did it take you to come to Baku? Bakıya gəlməyin sənə nə qədər başa gəldi? Deyirsən ki, 30 dəqiqə. Və yaxud how long will you stay here? Burada nə qədər qalarsan? Deyirsən 2 həftə. Amma əsas onu yadınızda saxlayın ki, how long for plus zaman bildirən sözlərə verilən sualdır və hərəkətin nə qədər müddət davam elədiyinə verilən sualdır. Sonra why ilə what for-a baxaq. Əslində biz qeyd eləmişdik ki, why olan cümlənin sonunda heç vaxt for ola bilməz. Çünki why niyə deməkdir? For-da üçün deməkdir. Axı biz niyə üçün demirik? Nə üçün deyirik? Onda deməli, why nəyə bərabər olacaq? Why bərabər olacaq what for-a. For what da olar. Yəni, for qabağa gəlib what-a birləşə də bilər. For what da what for da ikisi də eyni şeydir. Məsələn, baxaq. Deyir ki, she does this job to have fun. O bu işi əylənmək üçün elədi. İndi sual verirsən ki, o bu işi niyə elədi və yaxud da nə üçün elədi? Onda necə olacaq? Ya what for, ya da why ilə. Why ilə versək, why sual sözüm. Does köməkçi feilim. She mübtədam, do-dakı əsas feilim. Why does she do this job? What for ilə sual verək. What does she do this job? Cümlənin sonunda for. Ya da ki, bu for-u gətirib cümlənin əvvəlinə də yaza bilərsiniz. For what does she do? Yəni, bu iki cümlə bir-birinə bərabərdir. This job, eyni şeydir. Sonra how many ilə how much əslində aydın məsələdir. Üstündən bir dəfə də keçək. How many ilə cəm isimə sual verəcəksiniz. How much ilə də sayıla bilməyən isimə sual verəcəyik. Məsələn, deyirsən ki, I have many questions. Mənim çoxlu suallarım var. Deyərsən ki, how many questions?
Və uşaqlar gətirib mütləq ismi yanına yapışdırırsınız ha. Hansı ismin təyininə sual verirsən? Question'ın. Deməli olacaq how many questions do you have? Nə qədər sualın var? Və yaxud da some information. Deyirsən ki, how much information yapışdırdın yanına. Do we get to improve ourselves? Sonra yazılıb ki, how much isimsiz də işlənə bilər. İsimsiz işlənəndə neçəyədir mənasına gəlir. Tutaq ki, deyirəm ki, sən bu pencəyi neçəyə almısan, onda how much-la sual versən. İstəyir özündən sonra gələn isim cəm olsun, istəyir sayılmayan isim olsun. Əgər onun qiymətini soruşsansa, how much-la sual verəsən. How much does this coat cost? Deyək ki, bu palto neçəyədir? Bax, these phones cəm isimdir də, düzdür. Amma how much-la sual verib. Niyə? Çünki qiymətini soruşur. Deyək ki, bu telefonlar neçəyədir? Olacaq how much are these phones? Sözlüğün qaydası əslində bildiyimiz bir şeydir. Bir daha da üstündən keçək. Sözlüğün qaydası bilirsiniz nə deməkdir uşaqlar? Məsələn, bax deyir ki, they have spoken about essential topic. Onlar önəmli mövzu üstündə danışmışlar. Deyəcəksən ki, onlar nə haqda danışıblar? Nə haqda deyəndə olacaq what. Cümləmin köməkçi feili nədir? Have. Bəs yaxşı, mübtədası nədir? They. Əsas feilim də spokendur, düzdür? What have they spoken about? Sonunda oldu about. Və yaxud da sözünün qaydasında about-u gətirib what-a birləşdirə də bilərsən ki, about what have they spoken? Nə haqda danışıblar? Bu eyni şəkildə who-ya da aiddir. Məsələn, tutaq ki, deyirəm ki, they have spoken about us. Onlar bizim haqqımızda danışırlar. Onda who olacaq? Who have they spoken about olacaq. İndi burada bir dənə məqam var, ona diqqət eləsəz fiyo. Who have they spoken about? Əgər canlıdırsa, deyirsən ki, kim haqda danışıblar? Və yaxud da bu about istəyirəm ki, about what kimi qabağa gətirim. About-u qabağa gətirəcəksə, about who olmaz ha. Olacaq about whom. Whom olacaq. About whom have they spoken? Yəni bu şəkildə olacaq. Bir dənə onu yadınızda saxlayın ki, sözünüdən sonra bu işlənə bilməz. Sözünü plus who olmaz. Məsələn, tutaq ki, deyirsən ki, bu məktub mənim bacıma çatacaq. To my sister, düzdür, bacıma çatacaq. Deyirsən ki, bu məktub kimə çatacaq? Ya yazacaqsan ki, to whom, səhv yazdım, ya to whom yazacaqsınız. To whom. Ya da ki, who'nu cümlənin əvvəlinə yazacaqsınız, to'nu cümlənin sonuna yazacaqsınız. Okeydir bu qayda. Sözlüğün qaydası bu deməkdir. Yəni sual cümləsindən bu qədərdir. Sualınız var? Aydındır müəllim. Aydındır müəllim. Okey, aydınsa gəlin bir-iki dənə suallara baxaq. Ondan sonra keçək sizin dərsinizə. Bir-iki dənə sual verəcəm, üstündə fikirləşin. Görüm sual cümləsi hardadır? Sayfa 54. Okey. Birinci suala baxın. Ya da 21-ə baxmayın, çünki başlıqlarını evə verəcəm. Yəni, samballısını tapım, deyəcəm. Düz 9-a baxın.
D variantı. D-dir D məncə. variantı. Sən B dedin, Bəli. Ləman. D dedim mən. D dedik. Bəs Muhammed sən nə deyirsən? Mənim fikirləşirəm elə. Bax, gəlin baxaq. Deyir ki, you will be punished. Sən cəzalanacaqsan elədiyinə görə, elədiklərinə görə. Ya deyəsən ki, niyə cəzalanasan, ya da deyəsən ki, nə üçün. Biz avtomatik C variantını çıxırıq, çünki why olan cümlənin sonunda for olmaz. Bu C getdi. Sonra baxırıq cümlənin ardıcıllığına. Sual cümləsində ardıcıllıq necə olur? Sual sözü, köməkçi feil, mübtəda, sonra xəbər, yəni əsas feil. Aya baxaq. For what? Sual sözüm. Will köməkçi feilim. Will you be punished olmalıdır. Bəs bu cümlənin be'si hanı? Burada will be yazılıb baxır. Be'si olmadığına görə A variantını çıxdım. B'yə baxaq. B'də ardıcıllıq səhvdir. Mübtədanı köməkçi feildən əvvələ gətirib yazıb. B olmaz, tamamilə səhvdir. D'yə baxın. What sual sözüm. Will köməkçi feilim. You mübtədam. Be punished əsas feilim. Cümləmin sonunda da for. Tərtəmiz D variantı düzdür. Y'nin səhvi nədir bəs? Y'də də köməkçi feili mübtədadan sonra yazıb. Y də getdi, cavab olacaq D. Gəlin birinə də baxaq. Əlli yeddiyə baxın görək. Y variantı. Görüyor biriləri nə deyir? Kənanla Muhammed siz nə deyirsiniz? C variantı arasında qalmışam. C ilə Y. Başımın batmasın elə. Bilirəm mən biri səhvdir. Hansı səhvdir? Niyə səhvdir? Niyəsindir? Təzə keçmiş yox qayda. Yadımdan çıxmıyor. Kənan Hə, həddin hətta o işləmir, bəli, hətta o işləmir. nəylə işləmir? Hətta o işlənərsə didlə olacaq. Okey, bəs həddu nədir? Modal feildir. Tərcüməsi nə idi? Malım əli idi deyəsən. Hə, pişiyor. Hədduya nə ilə sual veririk? Didlə. Didlə, bəli. Did olmayan bütün variantları çıxırsınız. A getdi, B getdi, C getdi. Qaldı D ilə Y. For plus zaman bildirən söz bir həftədir. Nə ilə sual veririk? Nə qədər müddətdir? How long-la. Avtomatik bu da gedir. Qaldı Y. How long sual sözüm. Did köməkçi feilim. He have to. Pişiyon. Birinə də baxaq. Muhammeddən vəbşi tık yoxdur. Görək 58-i kim düz deyəcək? Görüm kim diqqətlə qulaq asıb dərsə. Nə çox fikirləşdiniz? B-dir məncə. İndi də sənin başın batmasın, Ləman. Yaxşı qulaq asmamısan. B deyilsə D olacaq onda. F-yə huyla sual versən, Yox, A variantıdır. xeyr. Ağlamaz olmaz. Cümlənin nəyinə sual verirsiniz? Bir dənə onu deyin mənə. F-yə Hansı cümlə sual. üzvüdür? Nə qədər? Hansı cümlə üzvüdür? Hansı cümlə üzvüdür? Yaxşı, belə sual verim. Nəyin təyinidir? Mübtədanın.
Mübtədanın təyininə sual verəndə köməkçi feil olur orada. Ya da mübtədanın özünə. Özdə qaydaya başlayan kimi dedik ki, mübtəda ilə mübtədanın təyininə sual verəndə nə olmaz? Köməkçi feil olmaz. Köməkçi feil olan bütün variantları çıxırsınız. Siz də mənə köməkçi feil olan variantları sayırsınız. Bax, A-da did var, olmaz. A getdi. Sonra did var, olmaz. Sonra başqa hansı variant demişdiniz? Y-də did var, olmaz. Bunlar getdi. Y-ni çıxdıq, B-ni çıxdıq, A-nı çıxdıq. Qaldı C ilə D. F-ya da nə ilə sual verərsən? How many ilə, who ilə sual verməzsən ki, D də getdi. How many guess? Eğer ki, bir dənə mübtəda ilə təyinə sual verəndə, bir dənə həmin daha doğrusu sözü əvəz eləyirsən sual sözü ilə, əvəz elədin sual sözü ilə. F oldu how many. Yerdə qalan cümləndə olduğu kimi köçürtdü. Yox, belə olacaq. Bəs yaxşı, belə sual verim. F guess'in altından xətt çəkilsəydi, cavab nə olardı? D variantı olardı. Onda D variantı olardı. Who, ondan sonra yerdə qalan cümlə olduğu kimi. Başa düşdünüz indi. Bu qaydanı yadınızdan çıxartmayın. Mübtəda ilə təyininə sual verəndə köməkçi feil olmur. Bir dənəsinə də baxaq bəs. Gəlin bir dənə də bu tipə baxaq. 63-ə də baxaq bəs. Çox fikirləşdiniz. Həsəd orada bitmiş zamandadır mənim. Necə? Həsəd orada bitmiş zamandadır mənim. D variantı. Əsas da odur da. Onda D variantı olacaq. Bax, feilim to have a rest. Dincəlmək. Buna nə ilə sual verərsən? To does'la da. Y olacaq. Y olacaq, bəli. Bax, A variantında ardıcıllıq səhvdir. Birinci mübtəda, ondan sonra feil verib. A ümumiyyətcə getdi. Ben olan cümlədə həsəd deyilən bir şey ola bilməz. B ona görə səhvdir. Sonra didlə sual verib, bəs həz nədir? Bu həz yox, have olmalıydı. Bu da getdi. C də getdi. Sonra since when, sonra burada həz qabağa keçməliydi. Həz də dokda had olsaydı D variantı düz idi. D buna görə çıxdı. Amma Y-yə baxın. When sual sözüm, did köməkçi feilim, dokda mübtədam, have a little rest də mənim əsas feilim. Cavab olacaq Y. Başa düşdünüz? Həz D orada variantının, əsas feildir mənim onda. D variantının səhvi bilsən nədir Kənan? D variantında mən sizə bayaq dedim axı köməkçi feilin əsas yan-yana gələ bilməz. Mən Həzədi bildim. yan-yana verib. Əgər bu həz gəlib doktordan əvvəldə olsaydı, since when həzdə doktor had olsaydı, onda D düz idi. Aydındır mən. Okey. Ümumiyyətlə hamımız aydın oldu bu qayda. Bəli, mən Məncə çətin bir şey yoxdur. Evə də bir 40 dənəsini verərəm, yazarsınız. İndi keçək ev tapşırıqlarınıza.